Bugün biz 44 günlük müharibədə şəhid olan Azərbaycan xalqının qəhrəman övladlarının Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğullarımızın ziyarətinə gəlmişik. Mən buradan Azərbaycan xalqını salamlayıram. Mən buradan şəhid analarını salamlayıram. Gözü yollarda qalan, həsrətlə oğul yolu gözləyən, şəhid qəbrini görsə də ona inanmayan, hər gün yol gözləyən, hər gün göz yaşları ilə qəlbini istadan nisçilli övladlarımızın dərd yeri, nisçil yeri, analarımızı, şəhid analarımızı salamlayıram. Onlara Allah'tan səbir diləyirəm. Bu bizim xalqımızın mübarizəsi idi. Bu bizim xalqımızın azadlıq yoluydu. Bu azadlıq yolunu şəhidlərimiz açdı. Bu azadlıq yolunu Azərbaycan xalqının var olduğunu şəhidlərimiz təsdiq etdi. Bugün biz onlara şəhid kimi göz yaşı töksək də, lakin bir də qürur hissimiz var. Bir də fəxarət dünyamızda onlar. Ona görə ki, şəhidlər bizim nisçilimiz, qəlb ağrımız, ürək ağrımız, səzdəgahımız, qibləgahımızdır və şəhidlər bizim and yerimizdir. Şəhidlər bugün bizim fəxarət dünyamızdır. Şəhidlər bizim ürəyimizdən sızlayan, yaralarımızdan axan nahaq qanlardır ki, onlar qurban getdilər vətənə və vətən bugün xalqımızın övladını onun üçün bəsləyir. Onun üçün öz qoynunda doğulub, öz qoynunda bəsləyib, öz qoynuna yenə alır. Ona görə ki, o şəhidləri vətən özü bəsləyir. Öz azadlığı üçün, öz mübarizəsi üçün yenə də öz qoynuna mehriban bir ana kimi alır. Bu bizim fəxrimiz, fəxarət dünyamız, zirvəmizdir. Bu bizim qələbəmizdir. Biz onları ağlayanda gərək biz onları yüksək zirvədə dayanan igid oğullar kimi xatırlayaq. Çünki biz onların sayəsində bugün azad torpaqlar üzərində gəzirik. Onlar bizim zirvəmizdir. Azərbaycan xalqının qüruru, fəxarət dünyası, yüksək zirvəsidir. Bu günləri bizim Azərbaycan Respublikasının şəhid ailələrinə Yardım Şurasının sədri və Qadınlar Şurasının sədri xanım Nəcibə xanım, gözəl xanım, vətənpərvər, müstəqil fikirləri ilə, azad dünyası ilə bugün şəhidlərimizin anası kimi şəhid anılarının yanındadır. Nəcibə xanım bizim fəxr etdiyimiz yüksək bir zirvədir. Bugün yeganə bir insandır ki, Nəcibə xanım şəhid analarının yanındadır. Bugün Nəcibə xanım şəhid analarına təsəllidir. Şəhid anaları onu görəndə elə bil ki, oğullarını öz qucaqlarına basırlar. Çünki Nəcibə xanım o qədər vətənpərvər, o qədər müstəqil fikirli, o qədər yardımsevər və xalqın hər bir vətəndaşının yanında dayanan bir xanımdır. Nəcibə xanım, buyurun, ürək sözlərinizi deyin. Teşekkür ederim. Bəli, biz bu günləri Naxçıvanımızdayıq. Mənim üçün çox çətindir bu gün burada çıxış eləmək. Doğulub dünyaya gəldiyim Naxçıvanımızda, şəhidlərimin qarşısında, şəhid analarımın qarşısında çıxış eləmək çox çətindir. Azərbaycanımızın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş. 1990-cı ildən bu günə kimi cəmi şəhidlərimin ruhu qəsrinə baş əyirəm. Bütöv gedib yarım gələn qazilərimizə Allah'tan şəfa diləyirəm. Rəşadətli ordumuza, İlham Əliyev cənablarına güc qüvvət diləyirəm. Bir daha şəhid olmasın. Şəhid evi, şəhid anası, şəhid balası, şəhid yarı olmasın. Bəli, 1990-cı ildə 19-undan 20-sinə keçən gecə 20 yanvar faciəsi vaxtı bizim Naxçıvanımızda da atışmalar oldu. Naxçıvanımızın sədərəyində 6 şəhidimiz oldu. Bəhlə xanım, həmin şəhidlərdən biri də bizim ocağımıza gəldi. Şəhid Məmmədoğlu bizim ocağımıza gəldi. Biz bilirik ki, şəhid nədir, şəhid evi nədir, şəhid balası nədir.
Biz balalara hər şey elədik, dövlətimiz, millətimiz yardım elədi. Prezidentimiz şəhidimizin adına, o vaxt prezidentimizlər üzr istəyirəm, Heydər Əliyev cənabları, ulu öndərimiz şəhidimizin adını kəndimizə verdi. Bundan da belə biz balalara atasını verə bilmədik. Mən prezidentimizə, İlham Əliyev cənablarına təşəkkür edirəm ki, bu günləri bizim şəhidlərimiz nəinki Azərbaycanda,